xeyir əziz dostlar. Dünya çempionatı seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan-Fransa oyunundan əvvəl mətbuat konfransına başlayırıq. Mətbuat konfransında milli komandamızın baş məşqçisi Ayxan Abbasov, futbolçumuz Elvi Bədalov iştirak edirlər. İlk olaraq futbolçumuz oyun haqqında fikirlərini bildirəcək, onun sualları verəcək, daha sonra onu məşqə buraxacaq və Ayxan müəllimlə davam edəcək. İnanmıram ki, maraq azalıb, çünki bildiyimiz qədərilə stadion dolu olacaq. Sağ olsunlar bizim azərkeşlərimiz. Əlbəttə, Mbappe gəlməsə də Fransanın ulduzları çoxdur. Yəni, komanda olaraq onlara qarşı hazırlaşırıq, tək sırf oyunculara qarşı yox. Ona görə məncə onsuz daha çətin olacaq, çünki komanda olaraq onlar daha ciddi olacaqlar və inanıram ki, biz də sırf ona köklənməyək, Fransa komandasına fikirləşirik və inanıram ki, sabah yaxşı mübarizə apara bilərik. Axşamınız xeyir, mən də hər kəsə salamlayıram. Bilirik, əlbəttə, sabah son oyunumuzdur bu çıxılda. Ağır qrupdaydıq və Fransa milli komandası demək olar ki, qrupda liderdir və bu qrupda bir bərabərlik var. Bütün oyunlarda qələbə qazanır. Səfərdə də ağır oyun oldu bizim üçün, amma həqiqətən orada futbol sahamızın mübarizəsi bu komandaya qarşı 70 dəqiqəyə qədər daha yaxşı oldu. Oyunun sonlarında bilirdik ki, rəqib daha çox üstümüzə gələcək və elə də oldu. Dəyişikliklərdən sonra daha çətin oldu. Dəyişikliklər ola bilər sabah. Bilirik ki, yeni oyuncular şans verə bilər, gənc futbolçular var. Bu daha çox bizim üçün belə deyək, çətin ola bilər, çünki özlərini göstərməyə çalışacaqlar. Amma bizdə də itkilər var. Əlbəttə, bu oyunlarda həmin futbolçuları görmək istəyərdik. Amma təəssüf ki, dünən Tural da zədələndi. Yəni oyunda sonra baxdıq, o da zədələndi. Amma yerinə oynayan futbolçulara inanırıq. Son oyunumuz azarkeş dəstək olacaq və ən azı inanıram ki, futbolçularımız yaxşı mübarizə aparacaq və əlbəttə belə bir komanda ilə bugün mübarizə aparmağın özü bir gələcəyimiz üçün böyük bir yaxşılığa doğru ola bilər. Müdafiə deyəndə bilirsiniz ki, bugün baxsaq Fransa ilə bütün rəqiblərimiz, yəni Ukrayna ilə, İslandiya ilə bütün komandalar çətinlik çəkir. Əlbəttə, baxsaq bizim yanaşmamıza, əgər İslandiya oyunu deyirsinizsə, iki oyunda çox fərq var. Bilmirəm, biraz da bunu daha çox qaldırıq, müdafiə avtobu zaman biz bəlkə bu oyunlarımızın içində ən çox hücum elədiyimiz oyun idi. Bu statistikada deyil, bunu qol epizodlarına da girdik. Bəlkə də biz əvvəl 1-2 epizod qol epizodu yarada bilirdiksə, buna sevinirdiksə, bu oyun 6 real qol epizodumuz oldu. Yəni bunu danışmaq asandır. Yəni biz də hücum eləmək istəyirik, futbolçularımız da hücum eləmək istəyir. Əlbəttə rəqibdən çox şey asılıdır, rəqib onu sənə imkan verəcək, verməyəcək. Amma sabah əsas odur ki, mübarizə aparaq. Futbol hücum deyilən bir şey yoxdur ki, ancaq hücum eləmək. Bugün müasir futbol baxsaq, Çempionlar Liqasında oynayan komandalara baxsaq, həm hücum edir, həm müdafiə olunur. Yəni futbol bugün bax belə bir komplekt olub. Təəssüf ki, biz də ancaq hücum fikirləşirik, amma biz öz reallığımızı da qəbul eləmək istəmirik. Ona görə bu mövzu geniş mövzudur. Bizim özümüzə məxsus yanaşmamız olacaq və rəqibi nəzərə alırıq, çalışacağıq ki, hücum edəyik. Əlbəttə, sol müdafiəçilərin belə zədələnməsi bizim də çətin duruma saldı, amma məncə birinci oyunda Rüfət ilk oyunu idi. Bugün gənclərə də şans verməliyik. Biz hansısa gəncləri belə deyək, görünüş üçün çağırmırıq və çağırırıqsa onlara güvənirik. Bu Xəyal, Rüfət
göstərdi oyunda. Məncə xəyalda pis təsir bağışlamadı. Sabah dəyişiklik ola bilər. Ola bilər ki, dəyişiklik olsun. Bugün də futbolçunun durumuna baxacağıq. Həqiqətən İslandiya ilə oyunda ağır yükdə olublar. Bugün axşam qərar verəcəyik. Gəlin bu oyundan qabaq bu mövzulara toxunmayaq. Mən bilirsiniz ki, milli komanda ilə burada otururlarsa, bütün klublar mənim üçün eynidir və hər bir klubun məşqçilərinə hörmətlə yanaşıram və şükür Allaha heç bir klubu hörmətsizlik eləməmişəm. Yox, bu bütün dünyada idman direktorları oturur. Mən təəssüf edirəm ki, biz niyə belə nələrsə axtarırıq? Yəni, baxsaq, İlqar Qurbanovdan qabaq da idman direktorları orada oturub, yəni başqa idman direktorları olub, adlarını çəkməyə. İlqar Qurbanovun ayrı işi var, köməkçilərin ayrı işi var, mənim ayrı işim var. Orada sırf peşəkar bir yanaşmadır. Yox, bilirik ki, bizim birinci qapısımız Şərəddindir və əlbəttə bizim üçün böyük bir itkidir. Aydın da belə deyək, işin öhdəsindən gəlməyə çalışdı. Sabah Şərəddini qapıda görəcəyik. Əlbəttə, yəni bugün yenə deyirəm, biz bütün rəqiblərə qarşı hazırlaşanda xal qazanmaq istəyirik. Yəni bugün müasir futbol, bu belə deyək, gözlənilməz nəticələr oldu. Niyə də yox? Amma reallıq deyirik, amma inanın ki, futbolçular da inanır. Çox xal qazanmaq istəyirlər. İslandiya çox köklənmişdir qələbəyə. Amma bugün real da var ki, bizim qrupda həm Ukrayna, həm İslandiyanın çıxma şansı var. Çünki bəzi qruplara baxırıq ki, orada hardasa biraz zəif komandalar olur ki, daha xal qazanmaq olar. Amma bu qrup belə çox möhkəm qrupuydu. Ona görə inanacağıq. Əlbəttə, inam olmasa bu işi görməyə dəyməz. Əlbəttə, bilirik, yəni həmişə bizdə böyük komandalar, böyük ölkələr oynayanda klublarımızla, millimizlə fərq olur. Yəni çalışacağıq, yəni dediyim kimi mübarizə aparmaq, azarkeşlər də dəstək olacaq, necə ki İslandiya ilə dəstək olurlar. İnşallah təki sevindirək onları. Əlbəttə, yəni fikrimizin əvvəlində dedik ki, bilirik ki, rəqibimiz belə deyək, qrupdan çıxıblar, qarant ediblər, yəqin ki, yeni futbolçulara şans verəcək. Amma o futbolçuları da baxsaq, Avropanın ən böyük komandalarında oynayırlar, özlərini göstərməyə çalışacaqlar. Yenə deyirəm, meydançada kim oynayırsa oynasın, bizim üçün fərq etməyəcəkdir, eyni mübarizəni aparacaq. Əlbəttə, bu komandalar xal, belə deyək, onların xalı ehtiyacı var ya yox, qrupu qarant ediblər, eləməyiblər, onlar həmişə qələbə üçün çıxırlar, bu bilirik. Bizim də motivasiyamız odur ki, böyük komandalara qarşı mübarizə aparmaq, xalımızın üstünə xal gətirmək. Yəni, futbolçuların bu oyunlarla bərkiləyirlər. Yəni, bu böyük oyundur, bu oyunlarda mübarizə aparmaq gələcək üçün asanlaşdıra bilər. Material var. Yəni, bugün real danışsaq, materiallarımız tam formada deyil. Bunun da səbəbləri bəllidir. Yəni, bu futbolçularımız istədiyimiz formada olsalar, tam formada olsalar, əlbəttə zədəli olmasalar, məncə Millətlər Liqasında yaxşı mübarizə apara bilərik. Amma yenə deyirəm, Millətlər Liqasına qədər vaxt var. Bilirsiniz ki, gələn çempionatın başlanğıcında başlanılır. Ona görə futbolçular formada olmalıdır. Formada da olmaq üçün oynamaq lazımdır. Yəni, əlbəttə, bugün millidə gerçək demək lazımdır, futbolçu hazır gəlməlidir. Yəni, 3-4 gündə futbolçunu hazır eləmək olmur. Və seçim imkanımız olmalıdır. Bu da yenə həmin o dediyimiz məsələdir ki, futbolçular öz klublarında daimi oynamalıdır. Bu limit var, yox, məcburi olmasından getməyərək elə klubda mübarizəni udmalıdırlar. Əlbəttə, bugün bizim 4 hücumçumuzun 4-ü də formada olsa bizim üçün rahat olacaq və seçimimiz olacaq, dəyişiklik edilə bilər. Ona görə ən
bu dəqiqə bizim millinin potensialı var. Amma dediyim kimi tam maksimum formada deyil. Gəldiyinizə görə təşəkkür edirik, çox sağ olun. 5 dəqiqədən sonra milli komandanın açıq məşqi başlayır.